Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin tabeliyində fəaliyyət göstərən Qobustan Milli Tarixi Bədii Qoruğunun direktoru İsayev Vüqar Ürfət oğluna məxsus obyektin istismarına icazə verib. Yenavaz.com xəbər verir ki, tikinti sahəsi 120,9 kvadrat metr olan və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Mehdi Hüseynzadə küçəsi, giriş 37 ünvanında yerləşən obyekt bir mərtəbəli binadan ibarətdir. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi obyektdə 24 iyun 2026-cı il tarixli istismara hazırlıq rəyi verib. Onu da bildirək ki, obyektin layihəçisi NKT Bərpa MMC olub. Cəmi 5 manat nizamnamə kapitalı olan NKT Bərpa MMC-nin qanuni təmsilçisi isə Vüqar İsayevin qardaşı İsayev Eldar Ürfət oğludur. NKT Bərpa MMC uzun illər Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olub. Məlumat üçün qeyd edək ki, Vüqar İsayev 2018-ci ildə sabiq Mədəniyyət Naziri Əbülfəz Qarayevin müvafiq əmri ilə Qobustan Milli Tarixi Bədii Qoruğuna direktor təyin olunub. Vüqar İsayev bu vəzifədən əvvəl mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin, mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin, abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib. Vüqar İsayev qoruğa direktor təyin olunduqdan qısa müddət sonra qardaşının rəhbərlik etdiyi NKT Bərpa MMC dövlət xidməti ilə çoxsaylı satın alma müqavilələri imzalayıb. Məsələn, 2019-cu ildə dövlət xidməti tender müsabiqəsi keçirmədən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması məqsədi ilə NKT Bərpa MMC ilə 296 min manat dəyərində müqavilə imzalayıb. 2019-cu ildən sonra mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidməti NKT Bərpa MMC-yə ümumilikdə 1 milyon 600 min manatdan çox vəsait ödəyib. Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin sabiq rəisi Zakir Sultanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ziyanın ödənilməsini nəzərə alaraq həbs müddətini 5 il 6 aya endirib. 2024-cü ilin iyun ayında Zakir Sultanov azadlığa buraxılıb.